Qarabağda ləğv edilmiş qondarma rejimin terror birləşməsinin keçmiş komandiri Samvel Babayan Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ hərəkatını davam etdirməməliyi bəyanatına cavab verib. O, Qarabağı könüllü tərk etmiş ermənilərin tələblərinə diqqət çəkib. Ermənistan Respublikası Qarabağdan gəlmiş erməniləri mənzil və işlə təmin etsə hərəkat dayanar. Amma bunu etməsən, nəsə deməyə ehtiyac yoxdur. Həmin problemləri həll edən kimi deyə bilər ki, Qarabağ hərəkatı davam etməməlidir. O bunu etməyənə qədər hərəkat davam edəcək, Babayan qeyd edib. O, ermənilərin Qarabağı yenidən ələ keçirəcəkləri barədə iddiaların populist fikir olduğunu vurğulayıb. Qeyd edək ki, İrəvanın Azadlıq meydanında Qarabağı tərk etmiş ermənilərin etiraz aksiyası keçirilib.